Cruises.az-ın dəyərli dostları, müştəriləri, Voyager of the Seas gəmisində çox fərqli bir məkanı sizə göstərəcəm. Deməli, bu meydança buz meydançasıdır. Buz meydançasıdır. Eyni zamanda bu üsttəki buz hissə dəyişdirilərək adi əyləncə zalına dəyişdirilə bilir. Çox böyük bir tutumu yoxdur, amma müxtəlif tədbirlərin, toplantıların, əyləncələrin keçirilə biləcəyi bir məkandır. Buranı nə üçün göstərirəm? Bu hissə süni buzdur. Və onun altında da adi materialdan olan belə bir parket deyək var. Burada diqqət edirsinizsə, bu hissə bir neçə laydan ibarətdir və bu zəmini istəyəndə dəyişdirirlər. Yəni istəyirsə buz üstündə əyləncələr, sürüşmələr və s. olur, istərsə də adi qayda tədbirlər həyata keçirilir. Bax, belə bir fərqli dizaynda bir məkan. Buz meydançası olaraq keçir. Tam əmin deyirəm, amma dəqiqləşdirməkdə fayda var. Gəmilərdə ilk dəfə buz meydançası bu gəmidə tikilib, fəaliyyətə verilib ki, insanlar fərqli bir əyləncə növünü yaşaya bilsinlər. Gəmi daxilində buz meydançası. Çox maraqlı. Bax belə.